Başıma maraqlı bu ərəfələrdə hadisə gəlib, bu yaxınlarda istədi bu haqqda sizə paylaşam. Video əgər uzun olsa, indidən üzr istəyirəm. Məsələ nə yerdədir? Deməli, mən smendən çıxmışam, təxminən biz 8 saat işləyirəm, amma əlavə 2 saat işləmişəm, yəni 10 saat işləmişəm. Smendən çıxmışam, həmin gün çox yorğun idi. Nəysə, oturmuşam avtobusda, qabaq belə deyək də, cərgədə, yəni birinci oturacaqda və görürəm ki, bir dənə ağsaqqal yanıb sürəşdi, yəni belə deyək də, tez-tez çox mənə tərəf baxır, yəni mənim üzümə baxır. Mən də fikir verməm, başımı salmışam aşağı telefonla öz işimi görürəm. Yox, görürəm ki, bu mənə baxır, ancaq mənə baxır, avtobus da doludur. Deyirəm, dayı, nə məsələdir, nə olub? Qayıdı mənə necə yaxşı deyir ki, və görmürsən ki, yaşlı qadın dayanıb sənin yanında, ona dur yer ver də, filan bəs məkan. Deyirəm, dayı, halsızam, yəni biraz yorğunam. Falan. Yox, bu səsi atıb başladı ki, siz cavanlar belə, siz gənclər elə, siz gəncliylə beləsiz, siz ağsaqqallara, böyük insanlara hörmət eləmirsiniz, hörmət qoymursunuz. Mən yenə də səkitdə oldum. Gördüm ki, yenə də səsini atıb başına. Mən axırda biraz deyək, qışqırmadım, amma əsəbimi saxlayabildim. Dedim, dayı, bir dəqiqə deyəm. Dedim ki, mən 10 saatda ayaq üstəyəm. Yəni mən işdə oturmamışam. Mən robot deyiləm, dedim ki, həm işdə işləyim, ayaq üstə deyənim, həm də ki, avtobusa gəlib durub kiməsə yer verim. Dedim, sən də mənim yerimdə olsan, sən də eyni vəziyyəti eləyərsən. Dedim, eləməzsən, dedim, yox, elə. Dedim, yalan danış, sən də eləyərsən. Hamımız öz canımızı istəyirik. Sən durub burada reklamlar eləməyini, özünü yaxşı göstərməyinə lazım deyil. Durub burada artıq eski söhbətlər eləyirsən, durub qışqırırsan cəmaat içində. Nəsə sözün varsa, düşək aşağı söhbətlər eləyir, problem deməlisən sənin üçün. Yəni, durub məzəndə burada artıq eski heç kəs danışa bilməz. Və qaldı yer məsələsinə isə, mənim ayaqlarım ağrıyır, mən insanam, mən yorğunam, mən halsızam, mənim, yəni belə deyək, canımda can var da, yəni ən azı insan yorulur, əziyyət çəkir. Sən hansı kefdən gəlmişsən, damaqdan gəlmişsən, ağzından da leş iyisi gəlir. Dur, mənə burada ağıl göstərirsən ki, dur, arvada yer ver, nə bilim, neynə, nə qar. Belə də ki, vermirəm, sonra neynəyəcəksən? İnsan şeyin var, götürməni apar, tulla aşağı. Belə acıqlı danışdım, slow danışdım buna. Bu gördüyüm səsin kəsdi. Belə insanlarla belə danışmaq lazımdır. Hər nə qədər sakitsənsə, bir o qədər baş verici. Və heç kəsin yenə də demişəm, kiməsə yer verməyə haqqı borcu yoxdur. Mənim öz ürəyimdən keçər, ürəyim istəyər, Allaha xatir, durub yer verərəm. Amma sən durub mənə deyə bilməzsən ki, sən mənə yer vermə borcundur, ixtiyarın. Bu nə düşüncədir? Yəni, mənə ləzzət eləmir. Siz ağsaqqallar cavanları düşünmürsünüz, cavanları fikirləşmirsiniz. Mən sizə niyə düşünməliyəm? Mən sizə niyə fikirləşməliyəm? Mən siz haqqında niyə yaxşı düşünməliyəm ki, ağsaqqaldır. Bizim zamanımızda belə, bizim zamanımızda. Sizin zamanınız getdi. Sizin zamanınız qutardı. İndi gənclərin, cavanların zamanəsidir. Sizin zamanınız daha qayıtmayacaq gəlir. Qutardı, bitdi. Qutarın da bu ağsaqqal temasında, qutarın da bu böyük kiçik söhbətində. Valla adam ədəbsizlik eləmək istəmir, əxlaqsızlıq eləmək istəmir. İstəmirsən artıq eski cavab versən, amma bəzən məcbur olursan bunlara bu tonda və cavab verəsən, səslərini kəssin, otursun yerə. Cəmaat arasında sən dur, mənim başımı qışqırırsan, mənim abırımı aparırsan, mənim izzətimi aparırsan. Sən kimsən ki, bunu eləyirsən? Yəni, mənə ləzzət eləmir də bu hərəkətlər. Kişisən, çək qırağa mənə sözü başa sal. Allah belə insanları hidayət eləsin.